Dostlar, salam. Yeməkdən sonra gözləriniz bağlanır, xüsusilə günorta yeməyindən sonra özünüzü yorğun hiss edirsiniz. Bəzən elə olur ki, yeməkdən əvvəl enerjiniz yerində olur. Amma yeməkdən 20-dən 30-a qədər dəqiqə sonra yuxu gəlməyə başlayır. Diqqəti toplamaq çətinləşir. İş görmək istəmirsiniz. Sadəcə uzanıb yatmaq istəyirsiniz. Bir çox insan bunu normal hesab edir və həqiqətən də bəzi hallarda bu normal ola bilər. Amma maraqlıdır ki, bəzi hallarda yeməkdən sonra yaranan yuxululuq bədənin verdiyi müəyyən siqnallardan biri ola bilər. Bugün çox vacib bir mövzudan danışacağıq. Yeməkdən sonra yuxu gəlməsi normaldırmı? Niyə bəzi insanlarda daha çox olur? Hansı qidalar bunu artırır? Və hansı hallarda bu vəziyyət diqqət tələb edir? Mən Doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şey başa düşək. Yeməkdən sonra müəyyən qədər rahatlama hiss etmək normaldır. Çünki həzm prosesi enerji tələb edir. Yemək qəbul etdikdən sonra orqanizm həzm sisteminin fəaliyyətini artırır. Mədə işləyir, bağırsaqlar işləyir, müxtəlif hormonlar ifraz olunur. Bu səbəbdən bəzi insanlarda yüngül rahatlama hissi yarana bilər. Amma bu hiss ilə ciddi yuxululuq eyni şey deyil. Əgər yeməkdən sonra sadəcə özünüzü bir qədər rahat hiss edirsinizsə, bu normal ola bilər. Lakin yeməkdən sonra gözlərinizi açıq saxlamaq çətinləşirsə, hər gün yatmaq ehtiyacı yaranırsa, artıq səbəbləri araşdırmaq lazım gəlir. İndi isə ən vacib səbəblərdən danışaq. Birinci səbəb, qəbul edilən qidanın növüdür. Məsələn, böyük porsiyada ağ çörək, şirniyyat, şəkərli içkilər, ağ düyü, şirin desertlər. Bu qidalar qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər. Orqanizm isə buna cavab olaraq insulin ifraz edir. Bəzi insanlarda sonradan şəkər səviyyəsində nisbi enmə baş verir. Nəticədə yorğunluq hissi yarana bilər. İnsan bunu çox yaxşı tanıyır. Yeməkdən dərhal sonra özünü yaxşı hiss edir. Amma bir müddət sonra enerjisi azalır, yuxululuq başlayır. Məhz buna görə bəzi insanlar böyük porsiya şirniyyatdan sonra özlərini daha yorğun hiss edirlər. Başqa bir səbəb isə porsiyanın həddindən artıq böyük olmasıdır. Təsəvvür edin, insan normal ehtiyacından daha çox yemək yeyir. Mədə həddindən artıq dolur. Orqanizm həmin qidanı həzm etmək üçün daha çox işləməli olur. Nəticədə ağırlıq hissi yaranır. İnsan özünü halsız hiss edir və yuxu gəlməyə başlayır. Bu xüsusilə bayram günlərində və iri məclislərdən sonra çox rast gəlinən vəziyyətdir. İnsanların çoxu bunu yaşayıb. Maraqlıdır ki, problem bəzən qidanın növündə yox, sadəcə miqdarında olur. İndi isə başqa maraqlı səbəbə baxaq. Yuxusuzluq. Bir çox insan düşünür ki, yemək günahkardır. Halbuki problem əvvəlki gecədən başlayıb. İnsan kifayət qədər yatmayıb. Səhər özünü normal hiss edir. Kofe içir. Gündəlik işlərinə davam edir. Amma günorta yeməyindən sonra orqanizm sanki bütün yorğunluğu göstərməyə başlayır. Bu zaman insan düşünür ki, problem yeməkdədir. Halbuki əsas səbəb yuxu çatışmazlığı ola bilər. Məhz buna görə yeməkdən sonra yaranan yuxululuğu qiymətləndirərkən gecə yuxusunu da nəzərə almaq lazımdır. Başqa bir vacib məqam isə qan şəkəri ilə bağlı problemlərdir. Bəzi insanlarda insulin müqaviməti ola bilər. Bəzilərində şəkər xəstəliyinin ilkin mərhələləri ola bilər. Belə hallarda yeməkdən sonra yaranan halsızlıq və yuxululuq daha nəzərə çarpan ola bilər. Əlbəttə ki, hər yeməkdən sonra yuxu gəlməsi şəkər xəstəliyi demək deyil. Amma bu vəziyyət tez-tez təkrarlanırsa, xüsusilə artıq çəki, susuzluq hissi və ya ailədə şəkər xəstəliyi varsa, diqqət etmək lazımdır. Bir maraqlı fakt da var. Bəzi qidalar digərlərinə nisbətən daha çox yuxululuq hissi yarada bilər. Məsələn, yüksək karbohidratlı yeməklər, xüsusilə tərkibində çoxlu sadə şəkər olan qidalar. Buna görə bəzi insanlar protein və lif baxımından zəngin yeməklər qəbul etdikdə özlərini daha enerjili hiss edirlər. Növbəti hissədə isə daha maraqlı suallara cavab verəcəyik. Yeməkdən sonra yuxu gəlməsi hansı hallarda təhlükə siqnalı ola bilər? Hansı xəstəliklər bu vəziyyətə səbəb ola bilər? Və gün ərzində enerjini qorumaq üçün hansı sadə üsullar kömək edə bilər? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin, ən vacib mövzulardan birinə keçək. Yeməkdən sonra yaranan yuxululuq nə vaxt diqqət tələb edir? Çünki insanların çoxu bunu tamamilə normal hesab edir və illərlə eyni vəziyyəti yaşayır. Halbuki bəzi hallarda orqanizm müəyyən problemlər haqqında siqnal verə bilər. Məsələn, təsəvvür edin ki, siz hər dəfə yeməkdən sonra eyni vəziyyəti yaşayırsınız. Səhər yeməyindən sonra, günorta yeməyindən sonra, axşam yeməyindən sonra və bu vəziyyət aylarla davam edir. Bu artıq sadəcə təsadüfi yorğunluq kimi görünmür. Bəzi hallarda səbəb insulin müqaviməti ola bilər.
Bu termin son illərdə çox eşidilir, amma bir çox insan nə demək olduğunu tam bilmir. Sadə dillə desək, insulin qanda şəkərin hüceyrələrə daxil olmasına kömək edən hormondur. Bəzi insanlarda isə hüceyrələr insulinə əvvəlki qədər yaxşı cavab vermir. Orqanizm daha çox insulin ifraz etməyə başlayır. Bu vəziyyət uzun müddət davam etdikdə yeməkdən sonra halsızlıq və yuxulluq hissi yarana bilər. Xüsusilə şirin qidalar və çox karbohidrat qəbul etdikdən sonra. Maraqlıdır ki, bəzi insanlar bunu belə təsvir edir. Yeməkdən sonra beynim dumanlanır, diqqətimi toplamaq çətinləşir, iş görmək istəmirəm. Bu şikayətlər bəzi hallarda insulin müqaviməti ilə əlaqəli ola bilər. Başqa bir vacib səbəb isə artıq çəkidir. Artıq çəki təkcə görünüşlə bağlı məsələ deyil, bədən daxilində bir çox proseslərə təsir edə bilər. Məhz buna görə artıq çəkisi olan insanlarda yeməkdən sonra yuxululuq daha çox rast gəlinə bilər. Xüsusilə qarın nahiyəsində piylənmə olduqda. Əgər əvvəlki videomuzu izləmisinizsə, qaraciyər piylənməsi haqqında da danışmışdıq. Maraqlıdır ki, qaraciyər piylənməsi olan bəzi insanlarda da davam edən halsızlıq hissi görülə bilər. İndi isə başqa bir vacib mövzuya keçək. Yeməkdən sonra yuxu gəlməsinin səbəbi həmişə yeməkdirmi? Xeyr, bəzən problem ümumiyyətlə yeməkdə olmur. Məsələn, yuxu apnesi. Bu vəziyyətdə insan gecə boyu kifayət qədər keyfiyyətli yuxu ala bilmir. Bəzən özü bunu hiss etmir, amma səhər yorğun oyanır. Gün ərzində enerjisi azalır və yeməkdən sonra yuxulluq daha da artır. Xüsusilə xoruldama olan insanlarda bu mövzu diqqət tələb edir. Bəzən insan düşünür, mən sadəcə yeməkdən sonra yuxuluyuram. Halbuki problem gecə yuxusundadır. Başqa bir maraqlı məqam da qan azlığıdır. Dəmir çatışmazlığı olan bəzi insanlarda da davam edən yorğunluq müşahidə oluna bilər. Bu zaman yeməkdən sonra yaranan halsızlıq daha nəzərə çarpan görünə bilər. Məhz buna görə səbəbi yalnız bir faktora bağlamaq düzgün deyil. İndi isə praktik hissəyə keçək. Enerjini qorumaq üçün nə etmək olar? Birinci və ən sadə qayda porsiyaları azaltmaqdır. Bəzi insanlar gün ərzində az yeyir, amma günorta və ya axşam birdən-birə çox böyük porsiya qəbul edir. Bu zaman yuxulluq ehtimalı artır. İkinci qayda qidanın tərkibinə diqqət etməkdir. Yalnız ağ çörək, düyü və şirniyyatla qidalanmaq əvəzinə protein, tərəvəz və lif baxımından zəngin qidalar əlavə etmək faydalı ola bilər. Bu qanda şəkərin daha sabit qalmasına kömək edə bilər. Üçüncü vacib məqam isə hərəkətdir. Maraqlıdır ki, yeməkdən sonra 10-15 dəqiqəlik yüngül gəzinti bəzi insanlarda özünü daha yaxşı hiss etməyə kömək edir. Bu həm həzm sisteminə, həm də ümumi enerji səviyyəsinə müsbət təsir göstərə bilər. Dördüncü qayda isə kifayət qədər su içməkdir. Susuzluq hissi bəzən yorğunluq kimi qəbul olunur. İnsan özünü halsız hiss edir. Halbuki orqanizm sadəcə daha çox mayeyə ehtiyac duyur. Bir şeyi də unutmayaq. Enerji içkiləri və həddindən artıq kofe bu problemin ideal həlli deyil. Bəli, qısa müddətlik ayıqlıq yarada bilər, amma sonradan daha güclü yorğunluq hissi də yarana bilər. Məhz buna görə əsas səbəbi aradan qaldırmaq daha vacibdir. Növbəti hissədə isə ən vacib mövzudan danışacağıq. Yeməkdən sonra yuxu gəlməsi ilə bağlı ən çox yayılan miflər hansılardır? Hansı hallarda analiz vermək lazımdır? Və bu vəziyyət nə vaxt həkim müayinəsi tələb edir? Bütün bunlardan son hissədə danışacağıq. İndi isə gəlin bu mövzu ilə bağlı ən vacib suallara cavab verək. Çünki insanların çoxu yeməkdən sonra yuxu gəlməsini ya tamamilə normal hesab edir, ya da dərhal hansısa ciddi xəstəlikdən şübhələnir. Halbuki həqiqət çox vaxt bu iki vəziyyətin ortasında olur. Əvvəlcə ən çox yayılan miflərdən başlayaq. Birinci mif. Yeməkdən sonra yuxu gəlirsə, deməli qan təzyiqim düşüb. Bu həmişə doğru deyil. Bəzi insanlarda təzyiq dəyişiklikləri rol oynaya bilər. Amma yeməkdən sonra yaranan yuxululuğun səbəbi çox vaxt təzyiq olmur. Qidanın tərkibi, yuxu çatışmazlığı, insulin müqaviməti, artıq çəki və digər amillər daha böyük rol oynaya bilər. İkinci mif. Yeməkdən sonra yatmaq mütləq faydalıdır. Bu da tam doğru deyil. Qısa müddətli istirahət bəzi insanlara kömək edə bilər. Amma hər yeməkdən sonra uzun müddət yatmaq həmişə ideal seçim hesab olunmur. Xüsusilə axşam yeməyindən dərhal sonra uzanmaq bəzi insanlarda reflüks şikayətlərini artıra bilər. Üçüncü mif. Yalnız yaşlı insanlarda olur. Əslində bu vəziyyət hər yaşda görülə bilər. Gənclərdə də, orta yaşlılarda da, yaşlılarda da. Sadəcə səbəblər fərqli ola bilər. Dördüncü mif. Şirin yemək mənə enerji verir. Qısa müddətdə həqiqətən də enerji hissi yarana bilər. Amma bəzi insanlarda bunun ardınca daha güclü yorğunluq hissi meydana çıxa bilər. Məhz buna görə bir çox insan şirniyyatdan sonra özünü əvvəlkindən daha halsız hiss edir. İndi isə vacib suala keçək. Nə vaxt analiz vermək lazımdır?
Əgər yeməkdən sonra yaranan yuxululuq demək olar ki, hər gün baş verirsə, getdikcə artırsa, gündəlik fəaliyyətinizə mane olursa və ya digər əlamətlərlə birlikdə gedirsə, bu zaman müayinədən keçmək faydalı ola bilər. Xüsusilə aşağıdakı hallar varsa: davam edən halsızlıq, artıq çəki, səbəbsiz çəki artımı, güclü susuzluq hissi, tez-tez sidiyə getmə, xoruldama və ya gecə yuxusunun keyfiyyətsiz olması. Bu hallarda həkim müəyyən analizlər tövsiyə edə bilər. Məsələn, qan şəkəri göstəriciləri, dəmir səviyyəsi, qalxana bənzər vəzi hormonları və digər müayinələr. Çünki bəzən problem düşündüyümüzdən fərqli yerdə olur. Bir şeyi də unutmayaq. İnsan bədəni çox maraqlı sistemdir. O problemləri birdən-birə göstərmir. Əvvəlcə kiçik siqnallar göndərir. Yorğunluq, diqqət azalması, enerji çatışmazlığı, yuxululuq. Və bu siqnallar davamlı şəkildə təkrarlanırsa, onları görməməzlikdən gəlmək düzgün deyil. Maraqlıdır ki, bəzi insanlar sadəcə qidalanmalarını dəyişərək özlərini xeyli yaxşı hiss edirlər. Daha az şəkər, daha çox tərəvəz, daha çox protein, daha çox hərəkət, daha keyfiyyətli yuxu və nəticədə gün ərzində enerji səviyyələri yüksəlir. Bu da bizə vacib bir şey göstərir. Bəzən orqanizmə əlavə stimul lazım deyil, sadəcə daha düzgün şərait lazımdır. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Yeməkdən sonra yüngül rahatlama hissi normal ola bilər. Amma davamlı və güclü yuxululuq hər zaman normal hesab olunmur. Bəzən səbəb böyük porsiyalar olur. Bəzən çox şəkərli qidalar, bəzən yuxusuzluq, bəzənsə insulin müqaviməti, artıq çəki və ya digər sağlamlıq problemləri. Ən təhlükəli yanaşma isə yenə budur. Hamıda olur, məndə də normaldır. Bəzən doğrudan da normal olur. Amma bəzən bədən sizə müəyyən siqnallar göndərir və həmin siqnalları vaxtında görmək vacibdir. Bir şey də unutmayın, məqsəd qorxmaq deyil, məqsəd məlumatlı olmaqdır. Çünki məlumatlı insan sağlamlığına daha məsuliyyətli yanaşır və lazım olan vaxtda müayinədən keçir. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən sadə görünən bir məlumat kiminsə sağlamlığı ilə bağlı vacib bir problemi vaxtında aşkar etməsinə kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Baş gicəllənməsi hər zaman təzyiq deyil. Baş gicəllənmənin ən çox rast gəlinən səbəbləri hansılardır? Daxili qulaq problemləri necə rol oynayır? Hansı hallarda baş gicəllənmə təhlükəli siqnal ola bilər? Və insanlar bu mövzuda ən çox hansı səhvləri edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.